Mən sizin hansınızın ərini tanıyıram ki, siz mənim ərimi tanımalısınız. Əslində də çox gözəl tanıyırsınız. Əslində elə sizin mənlə davavız da o davadır. Amma sizə çox gözəl bir xəbərim var. Çox gözəl bir xəbərim var. Onu sizlə baş-başa buraxdım. Mən artıq bir ildir ki, o insanın həyatında yoxam. Əl çəkin məndən də, mənim evladlarımdan da əl çəkin, uzaq durun. O Famil, o da siz. Bəli, sənətdə də bir şeyi nəzərinizə çatdırım ki, Famil bəyin əsl adı Veysdir və elə bu söz-söhbətlərə görə, bu ədəbsiz, əxlaqsız qadınları məni onların ayağına verdiyinə görə mən bir ildə o insandan ayrılmışam. İnsan olarak çok böyük hörmətim var. Uşaqlarımın atasıdır. Hər zaman hörmətini qoruyacağam, saxlayacağam. Amma həyatımda yoxdur. Əl çəkin məndən. Davalarınızı artıq bəsdir. Gedin başqa bir kimsə çıxarsa onun həyatını artıq onunla eləyərsiniz. Mən yoxam onun həyatında. Qaldı ki sizə bu kağızıydı. Dərdiniz bu kağızıydı. Budur. Bununla ölçülür namus, qeyrət. Lazım olarsa, vaxt gələrsə onu da paylaşarım. Əlbəttə o da əsasdır. O da vacib bir şeydir. Amma ondan vacib bir şey var. O kağızdan da, o sənətdən də vacib bir şey var. 10 ildir mən bir insanın həyatındayam. Və 10 ildir mən sizi tanıyıram. Bir 10 dənə adam da tanıyıram sizin həyatınızda. Siz də məni yalnız bir insanla vurursunuz. Yalnız bir insanla. Onu da verdim sizə, bağışladım sizə. Halal, haram xoşunuz olsun. Mən sizə bu davanın əslində niyə olduğunu da açıqlayım. Heç kimə qaranlıq qalmasın. Deməli, Şəmkirli bəyəfəndi pandemiya vaxtında, əslində çox adam bilir bu mövzunu, amma yenə də deyim, siz də biləsiniz. Şəmkirli bəyəfəndi bu xanıma zəng vurur, xanım da demək olarsa, insanlıqdan çıxmış insana zəng vurur, deyir ki, gəl Şəmkirə. Və bunu nəysə Şəmkirə çağırır. O da deyir ki, gələrəm 5000 ver, gəlim. O da deyir ki 5000 cama sən 500 manat verir. Mən sənə niyə 5000 verirəm? Bu söhbətdə hamamda olur. Hamamda da bir neçə adam qrupla, nəysə ki kişilər qrupla bu insanı yığıbmış. O da deyib, pazar olub, deyib Vəfaya bəs sən 500 minlər xərcləyirsən, mənə 5000-i qıymadın. O da deyib ki, sən özü Vəfa ilə bir tutursan, Vəfa mənim uşaqlarımın anasıdır, onu bu mövzuya qatma. Onun adını sən ağzına ala bilməzsən. Bunların davası, qırğını bununla başlayıb. Sonra canlı açdı. Canlıda dedi ki, Şəbnəmlə Vəfa bir-birlərini öldürürlər o kişinin üstündə. Amma o kişi başqa bir qadına da əslində patladı. Mənim də o vaxtlar sevən vaxtlarımdır, normaldır, qısqanıram, inanmıram, belə bir şey olar. Düşündüm ki, bəlkə yalandı. Zəng vurdum həmin xanıma. Dedim ki, bəs nə olar, deyin də mənə düzünü. Kimə olubdu bu zəng, kimə padxod eləyib? Dedi ki, bəs mənə. Mənə dedi ki, sənə 50 min verirəm, gəl Şəmkirə. Gizli maşında səni gətirəcəm, heç kimin xəbəri olmayacaq. Ortada sən var idin, ona görə yox dedim. 50 minə yox deyib.